Selamünaleyküm ve rahmetullah. Sədəqə Yardım Ehsan qrupunun dəstəkçiləri, izləyiciləri. Deməli, xarici ölkədə yaşayan bir müsəlman əhlindən Allah razı olsun, Allah bərəkat versin. Bu ərzağın alınmasından müəyyən bir hissəsini deməyəcəm, qardaşdımı, bacıdımı bilinməyini istəmir. Allah bərəkat versin. Əldə çəkilərimiz xarici ölkədə. Deməli, cümə sədəqəsi ilə alınan ərzaqlar da Allahın izni ilə bugün biz inşallah 6 nəfərlik ərzaq paketləri gətirmişik. Gündəlik nə istifadə olunursa Allahın izni ilə vacib olan ərzaqları almışıq. İnşallah birazdan gedəcəyik Allahın izni ilə hərəsinə bir də manat əlavə eləyəcəyik. Bir də demək istəyirəm ki, sizdən gələn sədəqə ilə alınan ərzaqlardır. Sizə sədəqə eləmək istəyirsinizsə Allahın izni ilə bizə müraciət edə bilərsiniz. TikTok izləyicilərimiz kart hesabı səhifədə qeyd olunub. Oradan da bizə dəstək ola bilərsiniz. Bismillah. Deməli, burada bir yaşayırdı, yoldaşı xəstəydi. Gətir gedən digər ailələrə inşallah. Deməli, burada bir dənə ailəyə gəlmişik. Ay maşına canavar var, gələcəyimiz nəsiyəri. Deməli, qardaş, adaqları göstər. Bu evdə ümumiyyətcə qaz yoxdur, su yoxdur. İşıq da ki, sağ olsun, qonşu özündən veribdir. Evdə yine göstər qardaş. Bax, bir dənə aşağıda qalırlar. Bir bacıdır, bir dənə uşağı gəlir. Selamünaleyküm, bir yamaç edeyim. Gələcəyin zabitidir, gələcəyin komandiri, maşallah, maşallah. Bir də digər ailəyə qarşı inşallah. Evə baxın qardaşlar, yəni ərzağı doğrudan ehtiyacı onlara verir. Subhanallah, palçıqdan evdə bildiyin. Subhanallah, bir göstər qardaş. Bismillah. Bax qardaş, buranı göstər. Bildiyin palçıqdan ev, subhanallah. Deməli, qardaşlar, bacılar, bir dənə otaqdır, hamam yox, ayaq yolu yox, qaz yox, su yox, heç nə. Gəl qardaş. Gəl uşaqlar bitir. Nəsə var? Neçə uşaq var sizdə? 2 uşaq qaldı, 2. Hə, 2 uşaq var. Bir dənə bu otaqdır. Göstər zəhmət olmasa. Hamısı burada qalır. Ayaq yolu yox, hamam yox, qaz yox, su yox. Bismillah. Bunu yerə qoymayaq. Ona da yardım edirlər ha. Deməli, bu balalarımız burada yaşayırlar Allahın izni ilə. Adı nədir? Nur? Ay maşallah sənin? Yusif. Elhamdülillah adları var. Xahiş edirəm. Ərzaqlarınızı, sədəqələrinizi ehtiyacı olanlara verir maşallah. Belə bu körpə babalarımız, analar, atalarımız burada qalırlar. Qardaşlar, nə iş olsa işləməyə çalışır Allah yanında olsun. Belə digər ailəyə. Bir dənə bu evə bax, yəni ev demək olarsa. Vallahi. O gecə. Maşallah, maşallah. Gəl göstər bana zəhmət olmasa, bax. Evdə yəni ki. Görürsün qardaş, bu bildiğiniz ev. Görmüşük ki daşdan olsun da, ama bu taxtadandır. De içəri bir göstərir, olur mu? Ne göstər qardaş. Neçə nəfər ailə qalır burada? 2 uşaqdır. 4 nəfərdə? Hə. 4 nəfər ailə qalır qardaş. Buranın deməli burada qardaş qaz da yoxdur, hamam yoxdur, ayaq yolu yoxdur, su yoxdur. Yəni budur vəziyyət. Taxtadandır. Kimsə yenə yardım etmək istəyirsə, bizə əlaqə saxlayın Allahın izni ilə. Subhanallah. Göstər qardaş. Vay vay vay. Burada razvedka binası deyilir. Burada ümumiyyətlə qaz yoxdur. Yaxı ehtiyatlı ol. Bura axırıncı ev idi. Burada da bir anam, bacı neçə uşaq var sizdə? 2. 2 uşaq var. Bir oğlan, bir qızdır.
Bura adlanır Razvetka binası. Bir tane otaqda qalırlar. Gördüğünüz gibi. Bu binada bilenler bilir, ümumiyyətlə qaz yoktur. Bacı odun yandırır. İnşallah bizi çalışacaq bu yaxınlarda. Bacı odunu təşkil edək. Hamınızdan xahiş edirəm Allah üçün. Kart hesabınızı bilirsiniz. Səhifədə var. Veya şeyin videonun üstündə var. Əlinizdən gələn edin ki, biz də belə ailələrə yardım edək inşallah. Allah madem içinizə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullah.